dönər kimi tanıdığımız qidanı şişdə, elektrik və ya qaz sobasında və ya kömürdə dönmək şəkildə satışın qadağan edilir. Bu fransayzing, böyük bir dönər fransayzingidir. Əvvəlcədən toyuqlar xüsusi kubik formasında doğranılır, vakuum paketə yerləşir və individual sifarişlə sobaya yerləşdirilir, bişirilir, təhvil verilir. Artıq marinatı dadıcı orada. Yəni istilik eyni momentdə, eyni vaxtda həm üstdən, həm aşağıdan, sağdan, soldan dəyər və sobada bişir. Bildiyimiz toyuqla kartof qızartması ki, necə evdə məişət deyirik, o qaydada. Şişdə olanda isə düşünə bilirsiniz, istiliyin ilk dərəcəsi, ümumiyyətlə ətin tərkibində mikrobiyoloji çirklənmə riskini aşağı salmaq üçün ətin daxili temperaturu 2 dəqiqə ərzində 75 dərəcə Selsidə olmalıdır. İndi düşünə bilirsiniz, ətin mərkəzi çiğdir. Bəli. Kənarları təmas edir, qızarır və qızardıqca çəkilir. Və bu da belə 5-10 kiloqramlıq bir şey deyil. Daha böyükləri də görürsünüz. Bəli, hətta belə onun idarə olunması da çətinlik çəkir. Siz diqqətlə baxsanız, yenə deyirəm, bunlar üçün sadə belə deyək də, bu sahədə təhlil aparmayan insan olmaqda kifayət edir. Səhər saatlarındakı dönərin, mən bütün qida məhsulların hamısını dadmışam da, istehsalatında da olmuşam, baxıram da, əksəriyyətin bütün deyəndə prosesləri görürəm. Siz fikir verirsəniz, bu sürətli ictimai yaşa məhsullarının ən daha çox tələbi görən və ən belə deyək də, təzə halda görüntüsü günorta nahara qədər olur. Axşam saatlarında hər hansı bir dönər yerinə keçəndə siz görəsiniz ki, orada ətin özünün orqanoptik göstəriciləri, iyi xarici görünüşü, əsər əlamət qalmayıb. Sadəcə dönəri satan adam axıra qədər belə deyək, oturub gözləyir ki, bunu tam satmalıdır. Çünki müəyyən öhdəli var, maliyyə yükü var, nə var. Alıcı da nədənsə, bilmirəm, o saatda niyə mütləq onu yemək üçün gedir, növbəyə durur. Belə bir alış-veriş var. Hələ ki, Bakı şəhərinin tərkibində olan Yeni Yasamal ərazisində bir dönərxananın iyisi var ki, toyuq dönəridir. Siz demişkən, saat təxminən 4-dən 5-dən sonra onun iyisi bütün küçəni bürüyür. Mən orada yaşayan insanların nə çəkdiyini, o təhlükəli iyid yox, ümumiyyətlə, o insan ondan iydən ölə bilər. Bu bazar düzəldəcək, sözsüz kəsdim, üzr istəyirəm. Düzəltmir də? Yox, o bazar deyil. Yenə digər ölkələrdə gördüyüm təcrübəyə əsasən deyirəm. Mənim məsəl üçün özümdən misal verim, başqalarına misal vermirəm. Mən də hamı kimi evimin yanında market vardır. Mən də şəhər mühitində yaşayıram. Özümün ferması yoxdur, heyvanlarla məşğul olmuram. Mən də hamı kimi marketdə mal alam. Amma necə? Mən bilirəm ki, bizim marketdə təqribən 20 minə qədər çeşidli mal məhsul var. Bəli. O məhsulların hamısı təhlükəsiz ola bilər. Bir şəkildə təhlükəsizdir, müəyyən sertifikatlarla müşahidə sənədlər təmin olunub ki, ora gəlib çıxıb. Mən buna bir şübhə eləmirəm. Amma seçim edirəm mal alanda. Alıcı da seçim etməlidir. Bugünkü gündə sizcə marketlər şəbəkəsində, xüsusən də Z ləhsli arasında jelibonlar, marshmallowlar, chipslərə meyil çoxdur, yoxsa azdır? Çoxdur. Onu zorla seçdirirlər o adamlar. Yəni vitrin çıxıb merchandise bunu al, bunu al mı deyir? Bəlkə